Mən Karyera Təhsil Mərkəzinin rəhbəri Səbinə Adayeva. Bugünkü təlim mövzumuz davranış problemləri. Təlimçimiz Nəzrin xanımdır. Sözü uzatmadan Nəzrin xanıma verirəm və bildirmək istəyirəm ki, təlim müddətində qrup üzvləri səsləri bağlı saxlayaq. Sonda suallara zaman ayrılacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Buyurun, başlaya bilərik. Herkese salam. İkinci mən özümü təqdim edib. Mən uşaq psixoloqu, pedaqoqu Nəzrin Məmmədova. Bugünkü təlimimizin mövzusu adından da göründüyü kimi davranış problemləridir. Hansı ki davranış problemləri baxdıqda biz hər bir yaş dövrünə aid davranış problemlərini biz görə bilərik. Bu insanlarda, xüsusən də uşaqlarda və yeniyetmələrdə ən çox rast gəlinir və yetkinlərdə də rast gəlinir, ancaq uşaqlarda və yeniyetmələrdə ən çox rast gələn hallardan biridir. Gəlin ki, öncə baxaq davranış problemləri nədir? Ümumiyyətcə, insanın sosial mühitə, onun ətrafına, yəni belə deyək, çevrəsinə və həmçinin bununla yanaşı yaşına uyğun olmayan və ətrafındakilərə qarşı mənfi təsir bağışlayan bir davranışdır. Davranış belə deyək də, çatışmazlığıdır. Əsasən davranış problemlərinin biz baxsaq görərik ki, hansı yaş kateqoriyasından başlayır. Bu əsasən kiçik yaş dövründən, məktəbə qədər dövrdən başlayır, ta ki yeniyetməlik dövrünə qədər davam edir. İndi slaydda daha ətraflı şəkildə baxacağıq ki, və bundan əlavə olaraq bir neçə nüanslara da toxunmuş olacağıq. Bundan əlavə isə slayddan sonra isə ətraflı şəkildə biz sual-cavab olaraq müzakirə edə bilərik mövzu haqqında. Deməli, mən slaydı paylaşım. Aha. Deməli, slayd gördün hər kəsdə? Bəli, görünür. Aha, əla. Dedik ki, biz davranış problemləri nədir buna baxdıq. Bayaq mən qeyd etdim ki, bu əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Uşaqlarda baxsaq görək ki, nədir? Xüsusən də əqli geri olan uşaqlar, ASP, autism spektri olan uşaqlar bu daha çox görülür. Amma bundan əlavə kiçik yaş dövründə, hansı ki məktəbə qədər dövrdə uşaqlarda ən çox aqressiv davranışlar görünür. Hansı ki bir-biri ilə tez-tez dalaşmaq, aqressiyaya meyillilik, daxili gərginliyə meyillilik olması, vurmaqdır, dişləməkdir, bir-birlərini itələməkdir. Yəni belə deyək də bir-birlərini ancaq danışmağa meyliliyin olmasından özünü göstərir. Dəb olaraq diqqət əksikliyi, hiperaktivlik pozuntusu, yalan danışmaqdır, qaydalara tabe olmamaqdır, inadkarlıqdır, tez-tez inadkarlıq edirlər, tez-tez bu yerə deyirəm, ən çox məktəbə qədər dövrdə özünü göstərir, inadkarlıq edirlər, ancaq istəyirlər ki, öz dedikləri olsun, tez-tez əsəbləşməli olmalı, aqressiv davranışlar göstərilmək. Həmçinin bununla bərabər sosial çəkinmə. Uşaqlarda baxsaq görərik ki, bəzi uşaqlar vardır ki, deyək ki, öz yaşları arasındadır. Hardasa deyək ki, 4-5 yaş dövrüdür. 4-5 yaş dövründə bəzi uşaqlar var ki, oyun belə oynayarkən yeni mühitə alışa bilmirlər. Talcaqlıq olur onlarda, yüksəkdən qaçmaq olur, sosial mühitə gec adaptasiya olur. Bəs ən çox da uşaqlarda biz aid edərik ki, aqressiya, inadlaşmaq və utanacaqlığı, sosial çəkilmənin olması. Bunun əlavə də diqqət də çox önəmlidir. Uşaqlıq dövründə əsasən uşaqlardakı diqqət pozulması, diqqətin tez-tez yayılması özünü göstərmiş olur. Bəs yeniyetmələrdə necədir? Biz baxsaq görərik ki, yeniyetməlik dövrü əsasən 12-18 yaş dövrünə əhatə edir. Hansı ki, bu dövrdə artıq yeniyetməli mən, kiməm,
sualı artıq formalaşmaya başlayır. Yəni bəs buna görə də onlarda artıq üsyankar davranışlar, onlar artıq özlərini daha da çox qarşı tərəfə qane olmaq istəməyən olaraq göstərirlər. Buna əlavə olaraq müəyyən belə deyək, onları tez hər bir şeyə yayındırmaq olar. Yəni hər hansısa görürsünüz, deyirlər ki, yeniyetməlik dövründə uşaqlarınızı, övladlarınızı qoruyun. Pis vərdişlərə belə deyək, yönəlmiş olurlar. Agresiya və konfliktin olması, gördünüz, agresiya burada da var, yeniyetməlik dövründə, uşaqlıq dövründə də var. Özünə qapanmanın olması, yeniyetmələrdəki hansı ki, o bilmirlər ki, nədən baş çıxararlar, bilmirlər ki, hansısa bir problemin üstəsindən gələ bilmədikdə, görürsünüz, tez özlərinə qapanırlar, tez heç bir şeyi bildirmək istəmirlər qarşı tərəfə. Yaxud da daha tez, daha anidən reaksiya verməkləri olur. Bu da ən çox yeniyetmələrdə görürlər. Yeniyetmələrdə də və uşaqlarda da ən çox görülən agresiyadır. Özünə qapanma ən çox yeniyetmələrdə görülür. Ən çox bu davranışlar özünü göstərir. Gəlin baxaq, biz baxdıq ki, uşaqlarda və yeniyetmələrdə bunlar artıq davranış problemləri olaraq bunlar özünü göstərir. Bəs bunun səbəbləri nədir? Biz bunu daxilən səbəblərini bilməliyik ki, və bunu da bir növ çözüm axtara bilək. Baxın, ilk öncə heç bir şey bilirsiniz ki, səbəbsiz yaranmır. Bunun kökündə bir səbəb durur. Buna da bir neçə mənfi də deməyim, nələrsə daxildir bu səbəblərə. İlk öncə deyə bilərik ki, ailə faktoru. Təbii ki, uşaq gözünü açanda ailədə açır. Ailədə hər şeyi görür, ailədə öyrənir. Daha sonra məktəb olur, daha sonra bağça olur, sonra məktəb olur. Yəni belə-belə davam edir. Ancaq ilk faktor ailədir. Ailədə ən çox konfliktin olması ilə münaqişələrin olan uşaqlar, ailədəki hansı ki tez-tez münaqişələr olur, valideynlər arasında olsun, ana övlad arasında, ata övlad arasında, ümumiyyətcə. Baxın, gördünüz, burada artıq konfliktlər yaranmağa başlayarkən müəyyən artıq səbəblər yaranır ki, hansı ki, bu uşaqlarda agresiya belirliyin olması, özünə qapanmağın belirliyi olması kimi özünü göstərir. Bundan əlavə, uşaqlara qarşı diqqətsizliyin olması. Bəzi valideynlər olur ki, uşaqlarına qarşı həqiqətən o sevgilərini göstərə bilmirlər. O həqiqətən də içindəki şəfqəti göstərə bilmirlər. Hədələr artıq yaxud da nəzarət edirlər. Baxın, bu da çox yanlış bir valideyn modelidir. Valideyn təbii ki də elə etməlidir ki, nə çox özünü uşaqdan uzaqlaşdırsın, nə də çox özünü uşaqla asılı bağ deyilən bir şey var ki, onu çox həqiqətən də etsin. O bağ çox möhkəm olsun. Bəli, çox möhkəm olmalıdır. Ancaq asıllıq dərəcəsində deyil. Biz hər bir şeyi travma adlandıra bilmərik. Yəni, hər bir şey travma deyil. Ancaq bunu valideynlərin övladları üzərində müəyyən həqiqətən də uşaqlıqdan etkilədiyi, belə deyək, etkilədiyi hərəkətlər təbii ki də travma kimi bir müddətdən sonra özünü göstərməyə başlayır. Özünə aşağı özünə dərin olması, özünə inamın artıq gec formalaşması, narahatlıq və qorxuda özünü göstərməyə başlayır. Sosial mühit bəs nədir? Təbii ki də məktəbdə uyğunlaşma probleminin olması. Hansı ki, dost çevrəsinin təsiridir, bullyingə məruz qalmaq da uşaqlardan çox rast gələn problemlərdən biridir. Uşaqların xüsusən yeniyetməlik dövründə olan uşaqlarda bullyingə daha tez-tez rast gəlirlər, daha çox məruz qalmış olurlar. Və bioloji faktorların olmaması. Hansı ki, sinir sistemi xüsusiyyətləridir, hiperaktivlikdir, bayaq da demişdik bunu. Və genetik meyillər valideyndən də keçmə bəzən olur. Deməli, davranış problemlərinin bəs əlamətləri nələrdir? Ümumiyyətcə, davranışların davamlı və təkrarlanan olması. Hansı ki, uşaqlar buna təkrarən daha çox uzun müddətli artıq bu problemlər varsa, daha sonra artıq bu əlamətlər varsa, təbii ki, bu artıq özünü göstərmiş olur.
yaşa uyğun olmaması, hazırki sosial münasibətlərin pozulması, məktəb və ailə həyatına müəyyən təsir göstərməsi, həmçinin dərslərdə müəyyən zəifliliyin də özünü göstərməyə başlayır. Bəs bu necə korreksiya olunur? Əsasən düzgün yanaşma. Təbii ki, uşağı çox vaxtı valideynlər necə edirlər? Cəzalandırırlar. Yaxud da mən sana bunu qoymuram, bunu qadağa edirəm, bu olmaz, olmaz deyərək cəzalandırırlar. Bu ən səhv metodlardan biridir. İlk öncə biz uşağı anlayışla qarşılamalıyıq. Uşağı anlayışla qarşıladıqdan sonra, əgər uşaqda hər hansısa bir səhv edibsə, biz onu başa salmalıyıq ki, bu nəyə görə olub. Yəni, bunun əsas köklü səbəbini tapmaq lazımdır ki, uşaq gələcəkdə artıq bu səhvi etməsin bir də. Yəni, uşağı danlamaqla, yaxud da cəza verməklə, cəza metodundan, cəza üsullarından istifadə etmək düzgün deyil. Müsbət gücləndirmə, bu da çox önəmlidir. Hansı ki, yaxşı davranışları tərifləmək, uşağın yaxşı davranışlarını daim önə çıxartmaq, ön planda saxlamaq, kiçik nailiyyətlərini belə qeyd etmək və bunu görmək çox vacibdir. Həmçinin sərhədlərin qoyulması da lazımdır. Hansı ki, qaydalar aydın və sabit olmalıdır. Hər dəfə eyni reaksiyanı verməkdə müsbətdir və bu da çox vacib sayılmış olur. Bəs emosional dəstək nədir? Təbii ki, uşağa öz hisslərini ifadə etməyə öyrətmək lazımdır. Uşaq həqiqətən də bilməlidir. Mən bugün necəyəm? Mən həqiqətən də öz hissimi düzgün şəkildə qarşı tərəfə ötürə bilirəmmi? Mənim valideynim həqiqətən də məni anlaya bilirmi? Baxın, bunlar çox önəmlidir. Və lazımı gəldikdə isə psixoloqla da işləmək, lazımı gəldikdə psixoloqda müəyyən terapiyalar keçmək, əgər uşaqda həqiqətən də bu problemlər bir müddətdən sonra özünü göstərirsə, bəli, vacibdir. Müəyyən davranış terapiyalardır ki, hansı ki, oyun terapiyası olsun, ümumiyyətcə, ailə terapiyası olsun, baxılır bəzən də uşaqlardakı o davranış problemlərini hətta art terapiya vasitəsilə rəsmlərlə də özünü göstərməyə başlayır və bununla da müəyyən bu terapiyalardan da artıq bir müddətdən sonra aradan qaldıra bilərik. Nəticə hissəsində bəs nə deyə bilərik? Əsasən, davranış problemləri sadəcə pis bir davranış deyil. Yaxud da bu belə gəlib, belə də gedəcək deyil. Bunu uşağın daxili dünyasını düzgün şəkildə anlamaqla və onu düzgün şəkildə yanaşmaq lazımdır. Və bu problemlərdə böyük ölçüdə aradan qaldırıla bilər. Hansı ki, uşaq sağlam şəkildə baxsaq ki, onu anladıqda, ona həqiqətən sevgi göstərdikdə, şəfqət göstərdikdə və ondakı o problemi görür. Bir valideyn olaraq vaxtında üstünə düşüb, onu aradan qaldırsaq, həqiqətən də uşaqda sağlam psixikalı, sağlam gələcəyə addım atmış bir gənc olmuş olacaqdır. Bu qədər. Keçək suallara. Kimin sualı var, buyursun. Bu ümumiyyətcə mövzusuyla da bağlı olmaya bilər. Çünki mövzu elə bir mövzudur ki, tək uşaqlardan yeniyetmələri əhatə edir. Başqa sualları, bəli, onlar səsli şəkildə də və yazılı şəkildə də verə bilərlər.
Heç kəsdə sual yoxdur. Sanırım mənim qızımın 14 yaşı var və çox şey məni deməmiş etmir. Təmizlik, otağın sərgəsi, bəzən dərslər. Bu əslində çox gözəl bir şeydir. Bir yeniyetmənin ana ilə bu qədər yaxın olmağı həqiqətən də çox gözəl bir şeydir. Yəni demək ki, o bağı ilk öncə valideyn qurubdur. Ki övlad da artıq uşaqlıq dövrünün ta ki yeniyetməlik dövrünə qədər belədir. Axşamınız xeyir, necəsiz? Mənim oğlum 5-ci sinifdə oxuyur, heç sözümə baxmır. Müəllimlər də çox şikayət edir, çox əsəbidir. Baxın, deməli, artıq yeniyetməlik dövrünə keçid edir də, belə deyək. Bu yaş dövründə olan uşaqların, tək bu yaş dövründən də demirək, kiçik yaş dövründən, ümumiyyətcə uşağın əsəbi olması, aqressiv olması, yəni bu davranışlarının səbəbində ilk öncə valideyn durur. Necə? Valideyn ilk öncə uşaqlıqdan uşağa həqiqətən də müəyyən kateqoriyalar deyək də, belə deyək. Uşağa müəyyən kriteriyaları qoymalıdır ki, bu olar, yaxud da bu olmaz. Uşaq artıq olmazla onları başa düşməlidir. Bunlardan da olaraq isə uşağın əsəbi olmağının altında çox səbəb yata bilər. Ola bilsin ki, uşaqda həqiqətən də müəyyən içində saxladığı, içində həqiqətən də yığdığı bir problem var. Bunu heç kəsə bölüşənmir. Yəni, bunu həqiqətən də səbəb çoxdur. Əsəbi olmaq o qədər səbəblərdən ola bilər ki, ola bilsin ki, məktəb mühitində hər hansısa bir valideyn, daha sonra məktəblə, yəni müəllimlərlə bir problem var. Lap olsun dərslərində, müəyyən, ola bilsin evdə valideynlər arasında hər hansı kimsə anlamır. Bunun səbəbləri təbii ki də müxtəlifdir. Bunun səbəblərini uşaqla ünsiyyət qurmaq lazımdır. Uşaqla həqiqətən də onu anlayaraq, onun daxilini anlayaraq ünsiyyət qurmaq lazımdır ki, bilmək lazımdır ki, uşaqdakı həqiqətən də bu əsəbiliyin, sözə baxmamazlığın, aqressiv olmağın, yəni kökündə nə dayanır? Bunları ilk öncə bilmək lazımdır. Sağlam davranış pozuntusu uşaqlar ətrafdakilərin rəftarı necə olmalıdır? Çox gözəl sualdır. Ümumiyyətcə, tək davranış pozuntusu deyil. Ümumiyyətcə, çalışmaq lazımdır ki, ilk öncə hər kəs, uşaqlar təbii ki də nəzərdə tuturaq, bu dövrdə olan uşaqları öyrətmək lazımdır ki, bir-birlərinə hörmət çox vacibdir. Hörmət, sayğı bunlar çox vacibdir. Bundan bərabər bir-birini anlamaq da çox vacibdir. Uşaqlara həqiqətən də bir-birlərini anlamağı, bir-birlərini həqiqətən də dəstək olmağı öyrətmirlər. Yaxud da nələrisə paylaşmağı, belə bir şeyləri valideynlər evdə öyrətmir. Bəzi valideynlər olur ki, deyir ki, bu belədir, belə olmalıdır. Xeyr, uşaq onu evdə görməlidir, öyrənməlidir ki, o hər hansısa bir sosial mühitdə, dostlarının yanında bunu tətbiq etməyə bacarsın. Və bundan da əlavə çalışmaq lazımdır ki, hər hansısa bir dəstək lazım olduğunu bunu göstərmək. Ona görə deyirəm ki, anlamaq vacibdir. Əgər anladıqda həqiqətən də sevgi dolu, şəfqət dolu davranışlar da özünü göstərməyə başlayacaq.
Bəli, Aysun xanım, elədir. Buna səbəb nə ola bilər? Çünki bir uşaq baxın, görürsüz, deyirsiniz ki, bir müddət, 1-2 həftə demişdiniz. 1-2 həftə gəlmədikdən sonra həmin hərəkətlər bir də qayıdır. Daha əvvəlkindən də pis hala çönmüş olur. Bunun əsas səbəbi uşaqda dalvadal, belə deyək, o seans görürsüz aparılır, gedilir. Artıq müsbət nəticə vermiş olur. Çünki niyə? Davamlı şəkildə olur. Və bu davamlı şəkildə olub birdən ayrıldıqda, birdən olmadıqda artıq bundan görürsüz geriləmə baş verir. Çünki o inkişaf gedir, müsbət nəticə alınır, bir anlıqda da dayanır. Və həmin vəziyyətə yenə qayıdılır. Ona görə də çalışmaq lazımdır ki, o valideynlər bunun üstündə həqiqətən dursunlar. Siz təcrübə deyən demişdiniz. Təcrübədə bunları, yəni valideynlərə çalışmaq lazımdır ki, aşılansın. Ki, həqiqətən də davamlı şəkildə olunsa ki, o seansların həqiqətən də çox gözəl nəticəsi olmuş olsun. Çünki davamlı olan hər bir şeyin nəticəsi çox gözəl olur. Bəs uşaq əgər əsəbini göstərərək öz dediyini elətdirməyə çalışırsa, sakit tempdə danışdıqda isə inadla öz istəyini reallaşdırmağa çalışırsa, başa salanda dinləmək istəmirsə, ona necə davranmaq lazımdır? Belə deyək, bu tip uşaqların əsasən valideynlərin, belə deyək, özləri uşaqlarını kiçik yaşlarından o öz sözlərini keçirə bilməyən valideynlərdir. Açıq desək belədir. Valideynlər öz övladını, öz sözünü keçirəmir. Əgər valideyn, bayaq da qeyd etmişdim ki, deyir ki, valideyn qoysa, baxın, bu kriteriya belədir. Bu olar, bu olmaz. Bunları uşağa həqiqətən aşılasa. Görürsünüz, uşaq deyirsiniz ki, inadkarlıq edir, öz səhvini başa düşmür, yəni öz yediyini dedikdir, öz yediyini etdirmək istəyir. Bunun əsl elə səbəbi valideynin uşağa elə kiçik yaşlarından boş yanaşmaqsıdır. Mən demirəm uşağınız tərbiyəsizdir, xeyr. Uşağın tərbiyəsində müəyyən kriteriyalar qoymaq lazımdır. Uşağın tərbiyəsində kiçik yaşlarından bunları olub-olmadığını başa salmaq lazımdır ki, uşaq böyüyəndə bilsin ki, bunu eləmək olar ya yox. Artıq görsün, inatla özünü istəyir ki, hər bir şey etsin, inatla, mən bunu eləyəcəm, mən bu üstündə dayanıb duracam, valideynim mənə bunu edəcək. Yoxsa uşağın artıq beynində avtomatik olaraq bu fikirləri yaranır. Ona görə də əsl səbəbi elə kiçik yaşlardan uşağı elə böyütmək lazımdır ki, artıq yetkin yaşa çatdıqda, yetkin də yaşa yox elə, yeniyetməlik dövrü olsun, elə bir müddətdən sonra artıq həmin hərəkətləri etməsin. Aha, deməli. Başqa hansı sual var idi? Hə, bəs uşaq çöldə yəni tanımadığı adamların dostlarını yanında ağıllı davranır, yaşına uyğun, lakin evdə gəldikdə, çünki evdə səmimi öz mühitində olur, özünü yaşına uyğun aparmır, sanki balaca uşaqmış kimi görürsüz, davranır. Bunun əsl səbəbi nə ola bilər? Baxın, bunun əsl səbəbi uşağın evdə o sevgini, o belə deyək, diqqəti görür deyə, artıq sizin yanınıza səmimi olmağa başlayır. Çöldə isə özünü bir yetkin, böyük göstərmək istəyir. Özünü həqiqətində elə də göstərir. Ona görə də çalışmaq lazım. Elə baxın, bu da elə davranış problemlərindən biridir. Uşağın digər mühitdə başqa cür olması, ev mühitində başqa cür özünü göstərməsi. Bu da davranış problemlərindən biridir ki, bu uşaqlarda əsasən sosial mühitə də qarışdıqda bir növ utancaqlıq olur. Yəni, nə qədər də özünü belə yetkində göstərsə, o uşaqlarda utancaqlıq, belə deyək, özünü geri çəkmə də özünü göstərməyə başlayır bir müddətdən sonra. Təbii ki, uşağı izləmək lazımdır. E, 13 yaşlı qız uşağı ilə necə danışmalıyıq? 13 yaşda biraz belə qəribə sualdır. 13 yaşlı qız uşağı ilə necə danışmalıyıq? Dedikdə bu yaş dövrü əsasən yeniyetməlik dövrünə təsadüf edilir deyə. Əsasən çalışmaq lazımdır ki, yeniyetmələri anlamaq. Valideynlər uşaqları ilə çox vaxt valideynlərin də özlərində əsəbləri pozulur deyə
övladla, yeniyetməklə həqiqətən çox əsəbi olaraq danışır, davranır da hətta. Çalışmaq lazımdır ki, ilk öncə anlayışla. Çünki bu yaş dövründə uşağı nə qədər çox sıxsaz, nə qədər çox uşağa müəyyən kriteriyalar qoysaz, qaydalar qoysaz, o uşaq həqiqətən də siz o nələri qaydaları qoyubsuzsa, daha sonra nələri qadağa edibsizsə, uşaq həmin şeyə qaçacaq. Ona görə də uşağa çalışmaq lazımdır ki, hər bir şeyin olan olmasını balanslı şəkildə etsin. Baxın, balans çox önəmlidir. Əgər balanslı şəkildə bir uşaq öz onların olmasını edirsə, hə mən bunu edə bilərəm, yaxud da mən bunu etmərəm, düzgün deyil, bu çox həqiqətən də bunu hər valideyn bunu uşağa aşılamır. Xüsusən də yeniyetmə dövründə bu çox önəmlidir. Uşağı çox nəzarətdə düzgün deyil, uşağı çox başda boşuna da buraxmaq düzgün deyil. Yəni lazımı qədərində balanslı şəkildə olsa çox gözəl olar. Əsasən bu cür davranmaq vacibdir. Uşaqlar anlayışlı, şəfqət dolu, sevgi dolu uşaqla danışılsa, söhbət edilsə və ona həqiqətən də hər hansı bir problemin varsa, onun sizin belə deyək, onun yanında olduğunuzu ona bildirsəz, bu çox gözəl olur. Hətta bildirsəz də demirəm, hiss etdirsəz çox gözəl olar ki, uşaq həqiqətən də, daha sonra yeniyetmə uşaq bayaqdan deyirəm, yeniyetmə həqiqətən də hiss edər ki, mənim valideynim mənim yanımdadır. Hər hansı bir problemim çıxdıqda, mən bunu gedib başqasına demərəm, mən bunu gəlib anama danışacağam. Bu çox önəmli bir şeydir. Salam, hər vaxtınız xeyir. Bəs 8 yaş uşağın özünü böyük kimi aparması, özünə hər şey eləməsi, sıxışdırması nə? Hər şey eləməyi sıxışdırmaması nədən ola bilər, üzrsən? Bəli, buyurun. Sual vermək istəyirsiniz. Deməli, 8 yaşlı bir uşaq özünü böyük kimi aparması, bayaq da qeyd etmişdim ki, bu da bir davranış problemlərindən biridir ki, uşaq həqiqətən də özünü öz mühitində fərqli aparır, yəni ev mühitində, ancaq ətrafda özünü daha böyük, daha yetkili şəxs kimi göstərir. Bunlarla əlavə olaraq isə, əgər belə aparan uşaqlar çox vaxt evdə ailə modeli ilə hər hansısa bir, deyək ki, atanı götürək, atanı daha belə sözü keçər, daha zəhimli bilirdi ya, o özü də özünü elə göstərmək istəyir. Bu çox ehtimal oğlan uşağıdır. Bu uşaq oğlan uşağıdır. Bir də İlahi xanımın səsli şəkildə sual vermək. Gördünüz, ata modelindəndir. İlahi xanım səsli şəkildə sual vermək istəyir. Bunun vaxtın bitməsinə az qalıbdırsa, ikinci link aça bilərik Səbinə xanım. İkinci linkdə artıq bu barədə danışarıq. İlahi xanımla başlayarıq. Problemi az da olsa aradan qaldıra bilərikmi və yaxud da aradan qaldırmaq üçün nələr edə bilərik? İlk öncə çox gözəl bir mövzuya toxundunuz əslində. Bu mövzudan da kənardır. Mən gözlərdim ki, belə suallar gəlsin. Əslində baxın, ilk öncə valideyn maariflənməlidir. Hər bir şey valideyndən asılıdır. Əgər valideyn maariflənsə, bilsə ki, övladına telefonun, ekranın nə qədər mənfi təsirləri var və bunun vaxtında müdaxilə etsə, bunun üçün də müəyyən təlimlər, müəyyən nələrsə edilməlidir ki, həqiqətən valideynlər maariflənsinlər. İlk öncə valideyni maarifləndirmək vacibdir. Bundan sonra isə uşağın artıq, baxın, artıq körpəlik dövründən məktəbə qədər, dövrə qədər olan dövr çox önəmlidir. Bu dövrdə uşaqlarımıza çalışmaq lazımdır ki, telefondan, sosial mediadan, necə hər bir şeydən uzaq tutmaq lazımdır. Ekrandan uzaq tutmaq lazımdır ki, uşaq ona
baxsız görürsüz artıq asılılıq yaranmağa başlayır. Uşaq nə qədər ki oyun oynamaq istəyir, orada belə deyək, vaxt keçirmək istəyir, artıq asılılıq yaranır və uşaqda görürsüz, niyə əvvəllər müəyyən xəstəliklər yox idi, autizm yox idi, nitq ləngiməsi yox idi, dəp yox idi, zəka geriliyi yox idi. Niyə yox idi? Çünki uşaqlar daim çöldə palçıqlardan, nə bilim, nələrdənsə oynayırdılar, nələrsə düzəldirdilər. Amma indi heç bir şey uşaqlar oynamırlar. İndi ancaq hər şey telefon olubdur. İndi hər şey inkişaf edir deyə. Düzdür, sosial medianın bizə qatqıları var, müsbət tərəfləri də var. Ancaq mənfi tərəfləri müsbət tərəflərindən çoxdur. Xüsusən də uşaqlara mənfi təsirləri çoxdur. Uşaqlardakı əksərən uşaqların nitq ləngiməsi, inkişaflarında geriləmə olmasının, buna əvvəl olaraq autizmin olması, müəyyən səbəbləri, yəni vardır ki, müəyyən xəstəliklər də deməyim, yəni ləngimələr, geriləmələr vardır ki, bunun elə kökündə əsasən elə sosial media, valideyn nəzarətsizliyi bunlar durur. Təbii ki, genetik meyllər bunlar da hər birdə vardır. Ancaq əsas səbəbi elə %60-70% elə budur. Daha sonra övladının müəyyən kriteriyalar qoymalı. Görürsünüz, mən təlimdə suallar artıq səsindən başlayanda deyirəm, uşağın valideyn kriteriya qoymalıdır. Nələr olar, nələr olmaz, nələr olar, nələr etmək olar, nələr etmək olmaz. Bunlar çox vacibdir. Bunları valideynlər bəzi sözüm həqiqətən belə pis çıxacaq, amma bəzi valideynlər sözləri keçirə bilmirlər övladlarına. Sanki övlad tərsinə deyirlər. Ona görə də valideyn ilk öncə uşağa o zəhmini göstərməlidir ki, onu bildirməlidir ki, uşaq da bilsin ki, nəyə olar, nəyə olmaz. Təbii ki, biz uşaqlarımızı həqiqətən çox xoşbəxt, həyata dolu göstərməliyik, yəni onlara onu aşılamalıyıq. Ancaq bir o qədər də uşağa nə qədər ki, o qaydaları qoyacaq, uşaq bilər ki, vaxtında nələr etmək olar, nələr etmək olmaz. Sualları chat hissəsinə yaza bilərik. İştirakçı sayı azaldı ikincilikdə artıq. Səs gəlmədi. Deməli, sual gəlir. Aramızdakı bax yaxşıdır. Arada çox vaxt keçiririk. 14 yaşında bir qıza gərək hər şeyi mən deyim. Hər gün mən deyirəm, otağını yığışdır, sərgəli ol, yat, dur, tələsinə qədər xoşluqla desək başa düşmür. Başa düşsə də bir saatlıq düzəlir, sonra yenə eyni olur. Mən məcbur qalıb əsəbləşib qışqıranda ağlayır. Amma elə desəm, ağlayır. İndi mən nə edim? Əslində belə narahat olmanızın səbəbi çox normaldır. Ümumiyyətlə, yetmək dövründə bu çox rast gəlir. Yəni, bu qədər narahat olmağa dəyməz. Çünki bu uşaqlarda, yəni bu dövrdə daha doğrusu olan uşaqlarda daim nəsə deyəsiniz, daim nəsə tənqid eləməsinə, yəni nəsə deyəsiniz ki, uşaq artıq özünü yığışdırsın, onu etsin, bunu etsin, siz yəni deyirsiniz ki, mən demədən istəyirəm ki, etsin. Təbii ki, bunlar da artıq özü o tam formalaşdıqda, tam özünü anladıqdan sonra təbii ki, bunlar olacaqdır. Bu yaş dövründə bunların olmağı çox normaldır. Yəni, bu qədər narahat olmağa dəyməz. Başqa kimin sualı var? Səbinə xanım, bizdə açar söz bildiriləcək. Xeyr, Nəzrin xanım, açar söz təlimlərdə bizdə olmur. Aha, tamam. Başqa fikrini bildirmək istəyən, sözü olan, sual alan buyura bilər. Əgər sual yoxdursa, Səbinə xanım bitirək artıq.
Çünki görürəm ki, həm az iştirakçı qaldı, həm sualı yoxdur. İkinci linkdə daha çox əslində gözləyirdim. Ümid edirəm bir faydam toxundu sizlərə. Kiçik də olsa bir faydam toxundu. Yenə deyirəm, kimin də sualı varsa yenə bildirə bilər. Bəs axı mən görürəm başqa valideynlər uşaqlara demədən uşaqlara edir. Təbii ki, bu uşağın, yenə deyirəm, belə deyək də, bəzi uşaqlar vardır ki, onlara bir müddətdən sonra çatır. Bəzi uşaqlar da var ki, onu tez anlayırlar. Yəni bu uşağın artıq hər şey dərk etməlindən asılı olan bir şeydir. Bu sizlik bir şey deyil. Yəni uşaq artıq vaxtı çatanda, yəni indi 14 yaş dedinizsə, 14 yaşlarsa yavaş bir 2-3 il sonra, bir müddət keçdikdən sonra uşaq artıq bunu anlayacaqdır. Özü artıq etməyə başlayacaq. Təbii ki, siz özünüz də bildirməlisiniz, deməlisiniz ki, bu olmalıdır. Bunlar yəni deməli həqiqətən çox gözəldir. Ancaq bir müddətdən sonra uşaq həqiqətən də anlayacaqdır. Yenə deyirəm, bu uşağın özündən asılı bir şeydir. Elə uşaqlar var ki, tez anlayır, elə uşaqlar da var ki, gec anlayır. Başqa kimin sualı var? Buyurun. Aha. Biz artıq bitirək. Çox sağ olun. Aha, biz artıq bitirə bilərik. Səmina xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Ümid edirəm faydalı bir təlim oldu. Sağ olun, gecəniz xeyir. Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür eləyirəm Nəzrin xanım. İştirak edən üzvlərimizə təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarım. Sağ olun. Sağ olun, gecəniz xeyir qalsın. Sağ olun, gecəniz xeyir.